Xanımlar və cənablar, Death Stranding seriyamızın 5-ci bölümünü xoş gördük sizləri. Qaldığımız yerdən yenə də davam edirik eyni sürətlə. Sonuncu dəfə Bibini gətirdik, təhvil verdik, özünü yaxşı hiss eləmirdi uşaq. Keçən bölümdə yadınızdadsa əgər. Və yuxuya getdik, gözümüzü açdıq və yenə deyəsən hologram gördük ya da ki yuxusudur bu bunun. Emily gəlib yenə. Can you see me? How are things over there? Still not under guard. Hələ də Emily qaçırıldığı yerdədir. Still can't. Yəni oradan çıxa bilmədiyini deyir. Əcəb işə düşmüşük. But if you Ha, can, bir dənə Emily'ni qurtarmaq üçün yəni bu qədər şeyə qatlanırıq da. we can go back Yükü east. oradan orada daşıyıb, buradan bura daşıyıb. Thank you. I mean that. It's bad. There are fewer and fewer people in the cities these days. Yapmazlar, bu No dünyada one's uşaq having eləyərlər. children anymore. Aləm deyib bir-birinə. But humans aren't made for living alone. They're supposed to come together. Narahat olma, həll to eləyəcəm help one Emily. another. İmkan And if versəz we as a yataqda people incələk, həll can't do eləyəcəm. that, if we can't reconnect, then, well, it's like Bridget said, extinction. Come on. Rebuilding America isn't gonna get rid of the BTs. As long as they're still around, there's no escaping it. But at least we'll have hope. Çox güman ki %90 yenə holoqramdır. Holoqram kimi gəlib bəlkə. I'll be waiting, Sam. Özünə yaxşı bax Emily. Gözlə məni, gəlib səni qurtaracam. Ölüm kənarından. Waiting for you. Çapacam səni. Come and find me. Və qısa bir özət verim. Emily'nin işini bitirməliyik. Hansı ki Emily insanlığı bir-birinə birləşdirməyə çalışır. Amerika dağılıb və yenidən qurmağa çalışırıq bunu. Bəzi nöqtələr var ki, onları bir-birinə əlaqələndirməliyik və sonda gedib Emily'ni tapmalıyıq və müəyyən yolumuzdakı kargolarda müəyyən yerlərə təhvil verməliyik. Okay. Neyimiz var burada? Başqa nə var burada? Bir dənə qəşəngcə məncə duş alaq. Günə enerjik başlayaq. Açqın çıxart qoy. Səhər tezdən bir dənə qəşəng təmiz duş, tərtəmiz olaq. Həm də enerjik olsun da. İndi bilmirəm soyuq sudan içmir yoxsa isti sudan. Aha, imkan verməyin də 5 dəqiqə bir də hamamda içmək. Duş suyundan örnek. Study other people with dooms? Everyone in Bridges, myself and Nana. Results thus far are inconclusive. But you possess other singular qualities, being a repatriate as well. Ne olursa elə bizdə olur ha. Access to a measure of optimism. Processing fluids. Thank you. There. Take the sample with you. Should the opportunity arise, try using it on a BT. I'm curious to see how they react. Ne? Bizdən o məxluqların üstünə tökməyimizi tələb eləyir bunlar. Mətə, əli yalın. Onlarla dalaşmalıyıq biz bu suyun üstünə tökmələri üçün. It is only by recovering these materials that we can unearth the knowledge of the past. Not just the Death Stranding, but also the mystery of your body's unique. Niyə hər şeyi biz eləməliyik də, yəni mənə çatmır da. There may well be hope. Ölüm kıyısı. Sam, Death I Stranding. have no Oyunun adı da elə odur da ölüm kıyısı. I want to Ölüm recover the kənarı, past. nə bilim. Oh, it's almost time. After you make your connections and nothing happens, then Əlaqə what? kəsildi. Cart. I said then what? Əlaqə getdi mal. Nəysə, duraq məncə. Başlayaq, işimizə yol alaq. Çünki bizim böyük bir məsuliyyətimiz var hal-hazırda. Maybe it'll help you rest easier.
We received a number of messages addressed to you. I've not taken a look myself. BB yaxşıdır ümid edirəm. Paltarımız orada, sumkamız orada. You should see if they contain any Tı useful tı tı tı. information. Nə deyir? Mail can be accessed via your cufflinks. Nəsə mesaj gəlib bizə, onu oxumağı tələb edir bizdən. There's something else I'd Amma like to mən share heç with you. xoşlamıram, With the yəni Chiral network, oxumağı we now falan. have the power to reclaim our past. Data once thought lost forever from every corner of America can be pieced back together from fragmented records. Our archives are still a work in progress, of course. But as we expand the network and integrate more way stations and cities, we'll be able to recover more and more information, such as the previous expeditions' logs and reports. Bütün əlaqələr networku böyütməliyik, genişlətməliyik və əlaqələrin hamısını bir-birinə bağlamalıyıq. To restore some already, in fact. Mən bildiyim qədərilə keçən seriyada 2 dənəsini birləşdirdik. İndi buradan 3-cüyə gedək birləşdirək yəqin ki. Might make for interesting reading. Sonra da 4-ü. Əgər əlavə iş verməsələr bizə. Çox pis bir hadisə baş verdi məndə. Hansı ki mən 5-ci bölümü çəkdim, bitirdim və ondan sonra çıxdım ki videonu edit eləyim. Gördüm ki oyunun səsini yazmayıbmış. Yəni oyunun səsi yoxdur, səssiz gedib oyun. 50 dəqiqə video çəkmişəm, yəni bir neçə missiyanı keçmişəm və oyunun səsini yazmayıb. Çox təəssüfləndim. Yəni çünki bir neçə əsas yerlər var idi ki, getdi. Amma bəxtdən çox pis bir şey baş verdi bəxtdən. Əslində yaxşı ki baş verdi. Bu hissədən gəlib burada düşmənlər var idi. Onların ikisi üçü ilə dalaşıb burada bəzi kargoları götürüb yenidən bura gətirməyimiz lazım idi. Hansı ki mən də getdim ora kargoları götürəndə kargonun birini gətirməmişəm, qalıb. Yəni bura məcburən qayıtmalıyam təzədən. Və yəni demək olar ki, missiyanı təzədən başlamış kimi bir şey oluram, amma sinematik bölmələrini qaçırtdım. Yəni nə var idi, nə yox idi, nə qədər danışmışdım, əziyyət çəkmişdim. Yəni bu hissələr hamısı boşa getdi. Eybi yox. Olur yəni belə şeylər. Mən indi düşünürəm ki, bu belimdəki yükləri yerə qoyum, az bir qismini götürüm gedim. Çünki burada çox yük var. Mən bu qədər yüklə ora getmək istəmirəm. Və qolumdakiləri da çıxarda bilsəm, əslində yaxşı olar. Çünki həddindən artıq yük var üstümdə. Bunlar da mənasızdır mən bilən bu qədər yükü üstümdə aparmaq. Mən də o yükləri çıxartmaq üçün düşünürəm ki, bunları qolumdan çıxartmaq üçün gərək şey eləyim. Dəqiqə. PKY. Okey. Bunu indirək aşağı. Üstümdə nə varsa indirək aşağı. Şeylər qalsın. Hətta nərdivanları qoyaq. Nərdivan lazım olur. Qalanları qalsın burada. Ümid edirəm gedib gələndən sonra şey olmaz. Bunları da qoyaq. Bu yüklər, metallar burada qalsın. Çünki burada lazım olacaq bizə sözün açığı. Ona görə də yolumuza qoyulaq, gedək onu götürək. Həm yükümüz az olar. Sonra qaydanda baxımlar orada qaldı. Hə, qaydanda gəlib götürərəm onları təzədən. Çox təəssüfləndim həqiqətən. Çünki çox gözəl bir bölüm idi və çox gözəl də yerinə yetirmişdim, keçmişdim hər şeyi. Prosta dediyim kimi kargonun biri təəssüf ki qalıb. Deyib bax o yerə getməliyəm. Mən də danışa elə də gözəl izah eləyə. Videonu da çəkə getmişəm. Amma təəssüf ki gəl baxmamışam. Gözə bir dənə də nəzarət eləyim. Birdən yenə videonu çəkməz səsini yox çəkir. Mənim də biraz öz səhvimdə oldu. Çünki normalda həmişə digər ekranda onu açıb səs qismlərinə baxırdım, amma bu səfər yadımdan çıxmışdı ora baxmaq. Baxmadım və o da belə oldu. 1 saatlıq videom demək olar ki, boşa getdi. Amma dediyim kimi, indi həmən yeri yenidən getməli oldum. Məcburən materialın birini gətirməmişdim. Və indi ora təzədən dönməliyəm. O materialı gətirib gəlməliyəm ki, missiya keçsin. Çünki mən də nə qədər elədim ki, eybi yox bu bölüm keçdi, digər bölümdən çəkərəm. O da baxdım heç cürə mümkün olmadı. Yəni niyə görə mümkün olmadı? Oradakı gətirəcəyim bura tualetə getmək olmaz, bu işəmək olmaz. Niyə görə mümkün olmadı? Baxdım ki şeydir. Deyir ki, orada özəl kargo var. Onu mən gətirməmişəm. Necə olubsa, nə bilim. Bilmədim mən də götürməmişəm.
Yəni elə də böyük bir şey olmadı. Yenə də yəni bu bölümümüzdə də olduğu kimi Səmin belində böyük bir yük var. Hətta burada kristal da var. Hə, bu arada bizə təzə aparat verdilər buradan. Kristalları, bu yerdəki kristalları toplamaq üçün. Burada kim bu nərdivanı qoyubsa Allah canını sağ eləsin. Hətta məndən sonra da kimsə oynayıb hal-hazırda bu oyunu. Bayaqları mən gələndə burada mən ikinci layıqı qoydum, bəyənməni qoydum. İndi üçüncünü qoydular, yəni. Kimsə də oynayır hal-hazırda bu oyunu. Hə. Hətta orada da kargolar var. Elə onları da götürərəm yol üstü. Bayaq götürəmədim. Burada düşmənlər var idi. Like a path. Onlarla dalaşmışam, neyi var burada. Just a bit further now. Gedim kargon götürüm. Kargon götürəndən sonra şeyliyim. Gəlmə onları da götürüm. Orada qırmızının yanmağı yəqin ki elə buna görə imiş. Mən prosta mallıq elədim. Ki o qırmızının yandığını orada gördüm, amma düşündüm ki missiyanı tamamlamışam. Two wheels up. Ben nə bilim. Demək ki tamamlamamışam. Yəni dediyim kimi elə də böyük bir şey olmadı. Elə yuxudan durdu, gözünün qabağına Emily gəldi. Emily dedi ki, gəl məni götür, səni gözləyirəm deyə. Bunları döymüşəm, əncirini çıxartmışam, ayağı da göydə qalıb. Bunlar da çox gözəl bu arada döyüşmə mexanizmi var oyunun. Çox bəyəndim həddindən artıq. Hə, dediyim kimi Emily gəldi gözünün qabağıma. Emily dedi ki, gəl məni götür, nə bilim mən burada səni gözləyirəm falan filan, bəsməkan. Cart-curt, başqa da ki belə böyük maraqlı bir şey olmadı yəni. Deyə bu yuxarıda birinci olan materialı mən götürməmişəm. Ən əsas budur. Onu da mən götürməmişəm də, yəni inana bilirsiniz. Bunlar lazım deyil. PK-yı nədirsə bunu götürüm olsa boşam da, yəni içəcəklər. Bunları da götür. Kayıp kargodur. Yəni gedirik də onsuz da bu yolu. Pişəm. Missiya indi tamamlandı. De qırmızıdan çıxdı bu. Mən də öldürürəm bunu. Oradakı bu missiya niyə keçmir? Bu missiya niyə keçmir falan filan. Daha demək ki lazım ən önəmli olan kargonu götürməmişəm. Nətər keçsin missiyanı? Yəni keçən bölümdə əgər yadınızdadırsa, networku genişlədirdik. Yəni əraziləri bir-birinə bağlayırdıq. Bu əraziyə biz gəldiyimizdə, buradan keçməyə yol var, oraya getməyə. Hə. Bu əraziyə biz gəldiyimizdə, deməli bu ərazidə bizə başqa iş tapşırdılar ki, bu kargonu gətirməliyik. Ondan sonra o birisi bunu təhvil verəndən sonra digər network yerinə gedib oranı da bura bağlamalıyıq təzədən. Elə bu kargoları da götürək yol üstü. Bayaq da sözün açıq, bunları götürmək istəyirdim. Düzdür, yüküm çox olacaq. Hətta ayağıma bağlaya bilərəm. Dur. Tamam. Neyse getdik. Aha, sözümün canı. Bir dəqiqə, bu yük çoxdur. Çünki üstündə. Mən bu yükü bölüşdürüm ayaqlarına. Çünki bu bədbəxt belə gəzə bilmir. Pult da məni dağıdır. Bu iki dənəsini ayağa vurum. Qiyafət paltarıma. Niyə qoyamıram ki mən? Ayda onu söktüm, edəcək üstümdə. Ona. Yo, üstümdə də. Bunu qoya biləm. Omuzda var, ayağa qoyum, sol tərəfə qoyduq. Bunu qoya bilmirəm. Bunu da qoya bilmirəm. Bunu da qoya bilmirəm. Bunu qoya bilmirəm. Sağ tərəfdən asa bilərik. Okey. Bura onaylayaq. Bir dənə üstünü təzədən töküb təzədən yığardıq. Çünki belindəki kargoları töküb təzədən yığaq. Çünki səfsifdir.
Bu arada burada böyle bir şey de var. Bütün belindəki karqoları yerə tökəndən sonra təzədən yığdığında daha düzgün yığır özü. Elə ki, böyükdən balacaya doğru belə akurat yığır da. Yəni normalda ağzına gələni yığır atır ora, amma belənçini eləyəndə daha düz yığır. Bayaqları bu arada bu pləkandan mən düşənmədim. Nə qədər elədim düşənmədim bu pləkandan. Hətta ki, yenə kimsə oynayır. Bax, bu belə aşağı deyən. Bu belə düşür. Mən bunu necə düşürdüm onu bilmirəm. Bir dəqiqə. Yan yerində. Bayaq nə qədər elədim buradan uçdu da yerə. Bax, yuxarı qaldırıram yenə yuxarı çıxır. Bunu necə mən eləyim? Belə deyiləm yenə yuxarı çıxır. Yəni inanma lan, bayaqlarda nə qədər zülm çəkdim burada. Aha. İndi düşdü. Akasa analogu sola çəkmək lazımmış. Çox bu şeyi bəyənmədim niyə? Amma normalda digərlərində elə bir şey. Aa, burada nəsə var ya. Damn addicts chasing a cargo high. Shame we gotta deal with their bullshit at all. Onu da götür Back in də. the day, AI did everything. Deliveries were handled by Onu unmanned götürmüş. vehicles and drones. Neyse. All we had to do was sit back and let them work. It was revolutionary, damn near singularity. No reason for it not to take off, but it did. People didn't like Bayaq o qədər böyük uzun video çəkmişdim. 40 dəqiqəlik, yox, 47 dəqiqəlik video idi. back in. Elə oyunu qurtardım ki, edit eləyim. Baxdım oyunun səsi gəlmir. Sonra nə qədər əlləşdim, bəlkə içəridən nəsə düzəldə bilərəm. Amma belim qırılacaq indi. Chasing crazies who get Yüz off aşağı high düşürəm. with shipments. 110 kilo daşıram hal-hazırda. Düşünün mənim indiki çəkimin bir özüm, bir də yarım. Bir adam necə bu yükü daşıya bilər? Hə, bu missiyanı bitirdikdən sonra da ora getməliyik. Sonra sol tərəfə, o da o araya. Beginning scan. Scanning. Oradakı da network ərazini birləşdirməliyik. Clear. Weapons detected. All weapons will be locked until departure. Cargo verified. Thank you. Hə, doğrudan biz kristalları götürdük. Kristal aparatı verdilər bizə və o kristalla biz özümüz üçün ekipmanlar falan düzəldə bilirik. Ha, 70 beli qatdan. Hə, ya, Decontaminating suit. resmi itməyib, hamısı buradadır. Welcome, Sam Porter Bridges. Nəsə, bu yazıcını təhvil verək. Məncə birinci bunları vereyim, çünki sonra verə bilmirəm bunları. Bağlanır bura missiya eləyəndə. Birinci bura atlasın. Okey. Belə. Bir saniye, bilmem, görüşürük. Buranı geç. Şimdi biz şey verək. Tələb elədiklər kargo budur. Okey də təslim ver. Hə, düyüm şəhər, düyüm şəhərini bunların networkuna bağladık bunun sayəsində. Bayaqları demirəm çəkəndə bölümü nə qədər zülm çəkdim bu hissəni keçim tapa bilmədim də. Yəni sonra gördüm ki, yaddan çıxıb götürməmişəm. Elə yaxşı ki götürməmişəm, ən azından bu bölümü çəkə bildim. Bir dənə cızıq da deyil yoxdur. Bu oğlan çatdırır da. Kargo deyək, kargo. Kuryer. Aa, bizə bot verdi. How are your shoes holding up? Not too well, I imagine. Conditions being what they are out there. Nothing ruins your day like shoes falling apart while you're on the job. Carry on like that and it's only a matter of time before you injure yourself. I've arranged for boots to be added to your supplies. Bridges standard issue, so they ought to fit you fine. You should always carry Çox sağ ol. an extra Allah pair. razı eləsin. But Allah if razı you eləsin get də Allah razı into olsun. trouble, you can fabricate another Çox by sağ ol our hədiyyəyə terminal görə. at one of our many facilities.
Amma bundan sonra deyəsən özümüzdə. Bu nədir? Aa, körpü eləyə bildik şey. Congratulations, Sam. I understand you now have access to a chiral printer. An Bəli, extraordinarily var. useful device that can only function because of the manner in which our network utilizes the beach, enabling us to transfer massive volumes of data instantaneously. Since under normal circumstances, such transfers would take hours, if not days, some have speculated that the chiral network might, in essence, be a time machine. That it is transmitting data into the past. Suffice it to say, we have yet to fully grasp the fundamental nature of the network and the beach which we have come to rely upon. One might liken our relationship with it to that of primitive man's with fire. Is it useful? Quite. Is it dangerous? Undeniably so. Nevertheless, Nədir we have təhlükəli olan? decided that the reward outweighs the risk. Furthermore, as the BTs are linked to the beach, it stands to reason that further study and experimentation could be of considerable benefit. The same could be said regarding you, of course. Rest assured, I will keep you apprised of what I learn. Çox sağ ol, var You ol have my Murat. word. Bizimlə müqayisə indi hardman gələcək. Yəni. Yükümüz azaldı yenə, 65 kiloya düşdü. Allah, prost üstündəki məndə burada kayıp kargo var. Yox da, əmanət eləmək istəyirəm mən bunu. Üstündə qalsın istəmirəm. 2 dənə idi də. Mən istəyirəm yükümə qalsın. Buradan sifariş de alabildik. Neyse, indi belə eləyək. Bir dəqiqə, elimizdəki hər şey tökəyib bura. Neyse, tökəcəkdim ki, daha tökməyə ehtiyac olmadı. Beginning scan. Have a pleasant Bir journey. dəqiqə. Məndə sol dizində nəsə var, amma sağ dizində yox. Ona görə də bu kargonu bölüşdürmək lazımdır ki, sağ... Looks like you've got. Feel free to submit. Ha, bu işləmir, bunu mən niyə götürmüşəm ki? Bunu rədd edib elimdən. Daşı 2 dənə idi məndə deyəsən bundan. Daşınma, hə, daşıma belimdə. Yuxarıda da nəsə var idi, hə? Yo, bu daşınır. Bunu ayağıma qoya bilmirəm. Amma bunu qoya bilirəm. Aha. Yox, onayla vurmalıyıq ki, şey olsun. Hə, tutsun. Ha, bunu bırak yerə. Əlimdən at yeri lazım deyil, o işləmir. Yenə eşek kimi çıxmışıq yola. Biz burada körpü tikməliyik, mən biləndim. Başqa yeni bir sifariş. Ha, batısındakı deyil. Oraya getmək üçün təzədən bir dənə sifariş almalıyıq. Decontaminating suit. All clear. Welcome. Ha, orada da yüklərim qalıb deyəsən, ha? O nədə elə göstərirdi yerdə? PK'yi. Bunlar mən niyə yerə atmışam? Baby sevinir deyəsən. Oy, bunu da götürməliyəm ha. Mən neçə kilo olacam ha? 200 kilo vuracam. Okey. Körpü tikməliyəm. Bunu bildim. Varımdır da bu, mən neyinirəm ki? Mən belimdə elə bir bəs çox deyə bir başımın üstündə. O zaman mənə elə gəlir dostlar. Bunları mən əlimdə daşıyamıram. Burada nə var məndə ki artıq bunları qoyum
Tırmanma kağızı. Bax bu özəl dolaba atar bunu. Mən neynirəm bu qədər şey. Sadəcə bunu da özəl dolaba qoy istəmirəm. Metallar qalsın. Nərdivan qalsın. PK'yı bu bilmirəm nə idi yadımdan çıxıb. Nəysə bunu da özəl dolaba qoyaq. Çoxdur çünki. Qaynağı metal 200 var. Sadəcə hətta bəlkə o metalı da qoyum. Çünki bu qədər metalı neynirəm mən? Nərdivan, metal. Hətta bunu da özəl dolaba qoy, lazım deyil. Bunu da qoy özəl dolaba. Nə qədər şey var. İndi buradan çıxaq. Belimizi düzəldik. Çünki ağzına gələn yükləmişik belimizə. Çox şey var həddindən. Bu ilə yol getməyi var. Oy. Bir dəqiqə, belimizdəki hamısını tökürək. İndi təzədən yıx. Bu belə qalsa əslində yaxşıdır. Həmin bir tema da var da. Bunu biz düzəltməliyik. 120 kilonu vurdum. Yuxarıdakını belimizə taxa bilmirik də. Bax, güc kaynağı. Yəni zibili şey odur ki, onu kıyafete iliştirib sola ilişdirə bilirik bunu. Qollarım boşdur, hə? Qollarım doludur. O yox, belə getməyəcək. Arkaya dön də. Git. Arkaya dönmüş. Boşalt bula. Neyse bunu götür esasın. Bunu götür. Metal bunu götür. Bir dakika görün bunlar kalsın cehenneme. Bozda nerdivan varımdı. PK. Ha, PK budur yere taktığımız. Kristal aparatımız var. Şu ipimiz var. Şu da. Neynirəm bu qədər ip PK-nı çartı çurdu. Lazım olar. Təzədən şey deyərəm də götürərəm. Çünki bu qədər şey aparmaq var. Hətta bir dənə də burada görüm lazımlı şeylərdən nə var. Nərdivandır, təmir spreyi bax, mənə bu lazımdır. Üstündə olmalıdır. Onu prosta 86 kilo yaxşıdır. Bayaqlar 120 kilo ilə gəlir. Ona da baxaq. Küçük botlar. Burada başqa nə var maraqlı? Mərdivan, tırmanma, nərdivan, PK'yi. Hepsi mənə lazım deyil. Konteyner təmir spreyi bir dənəsi bəsindir də neyinirəm ki. Yükçü botu yoxdur. İndi o yükçü botu sağ ayağımıza taxaq. Əgər taxa bildiksə. Bu əslində mən neyinirəm ki, bunlar mənə bot verdilər. Bu səviyyə birdir bu. Səviyyə birdir. Bunu geyirəm də aynı mən. Ya da mən neyinirəm ya olsun bot məndən asılsın. Tırmanma kağıdı. 91 kilo bəsdir. İndi onu düşürdük şeyə. Birini çünki ayağımıza taxmasaq şey olacaq. Düzgün paylaşım olmayacaq.
Sür getdik. Cəhənnəm, onlar nə qaldısa qaldı da. Beginning scan. Have a pleasant journey. Onlarla əlləşən deyiləm mən. Wait, Sam. Çünki yüküm həddindən artıq çoxdur. Bu qədər yüklə getmək var. Materials for that bridge. Bu yolum da uzaq. Make sure to take everything we earmarked for you. Buna da təzə yarandı. Weapons restrictions lifted. Bu bir yox idi axı burada. Hə, doğrudan şey eləmişdi axı, körpü inşaat vermişdi bizə deyəsən. Körpü quraşdırmalıyıq bura. Sam, looks like you found the site. Okay, alanı tapdıq. Neysə, You don't have the bridge materials, do qapı you? menüsü. You're gonna need them to finish the job, you know. Okay. Bir dəqiqə. Menü buradadır, yapıb. Menüsü necə açım, mən onu bilmədim. Deyəsən, buradan açmalıyıq bunu. Bomba. Oy, nə qədər iş əməyimiz var bizim. O kargolar gönderme için. Bildim. Posta. Bir tane elinden rəhdələ bir dənə bunu. Hə. Tapdım. Yükümüz boşaldı. Allah. Bunu heç gözləmirdim. Metallarımızın 300 dənəsini verdik bura. Demək olar ki, yükümüz boşaldı. 61 kiloya düşdük. Allah. Şimdi mən nə etməliyəm? Dəqiqə. Yapıyı düzenlə, yapıyı tamamla. Bildi mi? Malzemeləri yerləşdirdim da. Köprü tamamlandı, güç sağlar. Köprü tamamlandı deyir ama Wait, Sam. bekləsin. I can't let you destroy that bridge. Sipaslayı bilmem ama. Körpü var ki, mal. Hanı körpü? Oyun baga girib mən. Allah'a deyəsən oyun baga girdi. Bir dəqiqə koşulub. Deyir 50% altında devam ediyor. Rüzgar. Ha, ora getməliyəm. Getməliyəm, amma körpü tikmədi axı körpünü. Mənə niyə bura göstərir, dayanmadan? Ya, mən neysə düz eləməmişəm. Ayda, deyəsən, metal çatmır, mənim başım xarab oldu, Kargonu ora tullayıram, bura tullayıram. Deyəsən, metalımız çatmır, ona görə tikilmədi. Çünki orada 700-800 nəsə göstərirdi. Da bilmirəm, prosto bir ehtimal edirəm ki, ondan bəlkə. Scanning bridges ID. Verifying ID. Clear. Weapons detected. All weapons will be locked until departure. Decontaminating suit. Mən yəqin körpünü tikib bölümü burada yekunlaşdıracağam. Sonra növbəti bölümü şeydə çəkərik.
O birisi yerə gedəndə. Yəni təzə bölüm orada olsun da. Metal var burada. Bunlar nərdivandır. Nərdivanları götürmək istəmirəm. Metal var idi burada deyəsən. Neçə nədir? Neçə nələr? Metal özel dolaba qoymuşdum axı deyəsən mən metal. Gedək bir dənə də yoxlayaq. Görək düzəldə bilirik ora. Okay, Sam. Here you go. Make your way to the designated construction area for the bridge. The foundation should already be in place. With your help, we'll have the thing finished in no time. Çox güman ki Should be a deyirəm də terminal metal nearby. çatmır yəqin ki. Access it to submit additional materials. Weapons restrictions lifted. Ora getməliyik düz yuxarı. Yəqin ki bu körpün deyil, ona görə tikirik. Sam, looks like you found the site. There should be a terminal nearby. Bəlkə də kristal çatmır, heç bilmədim ki. Amma yox, o kristalım çox idi mən. Hə, indi tikdim. Deyirəm də metal çatmırdı. Az qoymuşdum metal. Oy oy oy. Nə tikir belə bu? Nə zor aparat. 3-də print edək elə bil. İnsanlara xeyrimiz deyilsin. Bəlkə kimsə bəyənər bunlarla. Ya da oynayanlardan bir nəfər. Ya insanlar zülüm çəkib suyun içindən getməz. Daha yaxşı. Burayla gedər üstünə. Nə qəşəng çıxdım mən. Mən tikmədim, daha doğrusu aparat tikdim. Keep an eye out for other spots that can do with another well-placed bridge. Dəqiqə baxın. Bura çox uzaqdadır. Məncə bunu bölüm 6-ya saxlayacağam. Hətta burada bunu save eləyim. Hər ehtimala qarşı. Nə olar, nə olmaz. Həmişə dediyim kimi. 6-cı bölümdə görüşərik. Çox da uzun uzatmaq istəmirəm videonu. Çünki mən buradan ora getsəm olacaq video bir saat falan. Həm də bölüm çəkmək istəyirəm. Bu bölüm biraz qabağı qaçırtdıq. Amma olsun, əsas o da işi göstərdim. Növbəti bölümdə görüşənədək özünüzə yaxşı baxın. Hələlik.